Salam əziz izləyicilər, əziz məntiq sevərlər. Bugün mən sizlərlə Etibar Lətifinin 6-cı sinif məntiq testindən qarşınızdayım. Bu testimiz bilirsiniz ki, riyaziyyat fən olimpiadaları liseylər üçün nəzərdə tutulub. Test 2-dən başlayaq. İlk öncə qrupumuz haqqında məlumat vermək istəyirəm ki, kitabın bütün izah qrupu 10 manat təşkil edir. Siz 10 manat ödəməklə ardıcıl olaraq video izahlara və eyni zamanda bu şəkildə PDF izahlara baxa bilərsiniz. Baxın, görürsünüz PDF izahlar, yəni yazılı formada izah bu şəkildə sizlərə təqdim olunacaq. Həmin qruplarda var. Deməli, test 2-də birincidə deyir ki, 4 rəqəmli ədədi, rəqəmlərin cəmi 25-dir. 2024-dən kiçik neçə bu cür 4 rəqəmli ədəd var. Baxın, 4 rəqəmli ədəd deyirsə, biz ilk öncə 1, 9, 9, 6 ən böyükdən başlayırıq, düzdürmü? Ən kiçikdən başlayırıq, 1 ilə başlayırıq. 1, 9, 10 edirsə, deməli 15 ola bilər. Sonra 1987, sonra 1978, sonra 1969. Yəni burada bir çox rəqəmləri yaza bilərik. Təbii ki, 2024-dən kiçik. 1699, 1789, 1798, 1987, 1879. Yəni bunları saysaq 2, 4, 6, 8, 10 dənə ədəd var. Yəni burada bizim sayacağımız 10 dənə ədəd var. 2, 4, 5, 6, 7, 8, 9. Biri hansı sayalımızdan çox? 1996 yazdıq, 1987 yazdıq, 1978, 69, 99, 1789, 1798, 1987, 87 yazdıq, 1897 yazılmışıq. 1897 də var. 10 dənə 2024-dən kiçik, rəqəmləri cəmi 25 olan ədədimiz var. Cavabımız burada eləcək A variantı 10. Yəni izahlarını bütün xırdalığına qədər verirəm ki, çətinlik çəkməyəsiniz. İkinci şifrələrdir. PDF izahda yazdım ki, ətraflı şəkildə video izahda izah edəcəm. Yəni burada çətin bir şey yoxdur. Mən burada text məsələsindən tutdum. Yəni burada T həm öndə, həm birinci, həm sonuncu gəldiyinə görə mən T'yə bu qıfıl işarəsini dedim. Çünki baxın, burada birinci, sonuncu gələn nədir? Qıfıl işarəsidir ancaq. Digərləri ödəmir. Və buna əsasən E-yə də mən bu ifadəni verdim. X-yə də mən üçbucaq verdim. Və mən X-E-yə əsasən üçbucaq, ondan sonra da bu dairə işarəsinə əsasən bir dənə B variantını götürdüm. Bir də uşaqlar, sizə bir şey deyim. Şifrələr mövzusunda bütün variantları yoxlamağa, bütün hərfləri tapmağa ehtiyac yoxdur. Bizə verilən hərfləri tapdıqsa və variantlarda bircə dənə variant ona uyğun gəlirsə, digərlərinə baxmağa ehtiyac yoxdur. Amma bir şey var ki, diqqətlə tapmalıyıq. Üçüncü misal. Deməli, bu çarx məsələlərində, dişli çarx məsələlərində biraz diqqətli olmalıyıq. Nəyə görə? Deməli, burada 2 dənə dişli çarx var. Eyni vaxtda dönür. Müəyyən bir zamanda kiçik dişli çarx 120 dəfə, kiçik dişli çarx 120 dəfə dönürsə, kiçik dişlinin neçə dənə dişi var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 12 dənə. Düzdürmü? 120 dəfə dönürsə, 120-yi 12-yə böləndə neçə düşür? 10 düşür. Düzdürmü? İndi baxın görək. Bölmürük daha doğrusu, vururuq. Çünki 120 dəfə dönür. 120-ni vururam 12-yə. Bərabər eləyəcək neçə? 120-ni 12-nin kvadratı 144-dür. Hə. 144, bir dənə də 0. İndi bu elə bir neçə dəfə diş fırlanacaq? 1440 dənə. Burada sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 15 dənə. İndi 1440-ı da bölürəm mən 15-ə.
Burada da mənim cavabım düşəcək 96. Yəni kənarda hesablayıram. Burada yazıb hesablamaya məncə ehtiyac yoxdur. Burada 96 dəfə vuracaq. Yəni 120 dəfə dönən hansı çarxdırsa onun çarxının dişlərinin sayına vururuq və bizdən soruşulan hissənin dişlərinin sayına bölürük. Dördüncü sual. Dördüncü sualda əslində çox çətin bir şey deyil. Kənardakiləri silək. Deməli, burada 4 vuraq 8. 4 vuraq 8. Burada necə? Hə, 4 üstə gələk 8. Birinci toplayırdıq. 4 üstə gələk 8. Eləyəcək 12. Vururam 2-yə. Eləyəcək 24. Üstə gəlirəm bu 4. Eləcək 28. Eyni qayda ilə. 7 üstə gələk 9, 16. Vururam 2-yə. 32. Üstə bu 7-yi gəlirim. 5-in üstə 10 gəlirim. 15. Vururam 2-yə. 30. 30-un üstə bu 5 gələndə cavab eləyəcək 35. İndi diqqətlə 5-ci suala diqqət edin. Baxın uşaqlar, 5-ci sualı TikTokda izah edəcəm sizə. Burada qeyd edeyim. 5-ci sual TikTok. Burada səhifələrimizin, kanallarımızın linklərini də yerləşdirəcəm sizə. Takip edə bilərsiniz oradan bizi. 5-ci sualda deyir ki, əslində çox sadə bir misallarımızdandır. Sadəcə diqqət tələb edir. Deyir, A sinifində 24 şagird var. Baxın, buradan yazıram. A sinifində 24 şagird var. B sinifində də 26 şagird var. Hər iki sinif riyaziyyatdan imtahan verdilər. A sinifi orta hesablı 65 var. Bax, orta hesab bilmir. 24 şagird 65 bal toplayırsa, buradan x-i tapmaq üçün 65-i 24-ə vurmalıyam mı? Bəli. 65-i 24-ə vuranda mənə verəcək 1560. A sinifi burada yazır. 1560'dır. Düzdür mü? Ortalaması. B sinifi də ortalama balı 75'dir mi? X bölək B-də neçə nəfər var? 26 nəfər. X bölək 26 bərabər 75'dir. 26'nın da 75'e oranı mən kənarda bunları vurmuşam. 1950 ediyor. Düzdürmü? Mənə deyir ki, hər iki sinifdəki şagirdlər bu imtahandan orta hesabla neçə bal toplamışdır? Hər iki sinifi deyirsə, ilk öncə bunları toplayıram. 1560'dan 1950'ni toplayanda eləyəcək 3510. Sonra 24 ilə 26'nı toplayanda eləyəcək 50. Və bu hissələrdə tapanda eləyəcək 70,2. Yəni bu hissələrə diqqət edin. 6-cı sual. 6-cı sual uşaqlar. Mən ardıcıllıq formasında öz hazırlıq keçdiyim şagirdlərə də demişəm, izah verdiyim müəllimlərə də demişəm ki, bu tip şəkil gördünüz, ardıcıllıq gördünüz, sıra izləməsi şəklində baxın. Baxın, el 1-də 1-də 3-dürsə, 1-də 3-dür, 2-də 5-dir, 3-də 7-dir. Mən bunu necə yazıram? 1-in üstünə gəlirəm, 1 artı 1. 2'nin üstünə gəlirəm, 2 artı 1. 3'ün üstünə gəlirəm, 3 artı 1. Düzdürmü? İndi mən bizə verilən bu el 30, el 40, el 50'ləri tapmalıyım. 30'u yaza bilərəm mən. 30 üstə gələk 31. Bərabər eləyəcək 61'ə. 40'ı yazaram mı? 40 üstə gələk 41. Bərabər eləyəcək 81'ə. 50'ni yazaram mı? 50 üstə gələk 51. Baxın, bu 50 daha. Bərabər 101'ə. İndi mən 61 ilə 81'i toplayıram. 61 ilə 81'i toplayanda deyəcək 142. Düzdürmü? 142. Çıxıram mən buradan. El 50'miz 101 eləyəcək. O da eləyəcək 41 A variantı. Yəni çox çətin bir sual deyil. 7-ci sual yenə izah hissəsində video izahda qeyd edəcəm yazmışam. Şəkillər üzərində işləyirsən. Yəni məsələn burada deyək ki, doğuşan şəkli. Doğuşan buradadır. Nələrlə birləşib? Doğuşan dəvə ilə fillə birləşib. Burada da həqiqətən doğuşan dəvə ilə fillə birləşib. Ona görə də bu şəkildə bir uyğunluq yaradırsan. İndi buradan baxırsan, balıq nə ilə birləşir? Balıq birinə qartalla birləşir, düzdürmü? İndi buradan balığa baxaq.
Bütün şəkillərdə bax D variantına çıxıram. Nəyə görə? D variantında balıq kərtənkələ ilə birləşir. Amma burada səhvdir. C variantına çıxıram. Nəyə görə? Çünki C variantında balıq ördəklə birləşir. Bunu çıxıram. A və B variantı uyğun gəlir. Başqa şey yoxlayaq. Burada keçi işarəsi və ya da ördək işarəsi. Ördək gərgədanla keçidir deyəsən o. Tam görsənmir, onunla birləşib. Baxın, bu A variantına uyğundur. B variantına baxaq. B variantında da ördək görürsünüzmü? Bir dənə kərtənkələ ilə birləşib. Deməli, B variantı da səhvdir. Doğru cavabımız hansıdır? A variantı. Yəni, burada şəkillərin hansı fiqurlarla birləşdiyinə diqqət etmək lazımdır. Çox da çətin bir şey deyil. Aha. 8-də deyir ki, hər bir hərf bir rəqəmi əvəz edir. Sual işarəsinin yerinə yazılacaq olan ədəd ən az. Ən az deyirsə, mən burada Y-yi 1 götürə bilərəm. Çünki görürəm 3 dənə Y var və cavabların çoxsu, hamısı da 3-dür. Y-yi 1 götürə bilirəm. H-la bizim ədədimiz başladığına görə H-ı yox, L-i 0 götürə bilərəm. H-ı da 2 götürə bilərəm. Başa düşdünüzmü? Bu şəkildə bir əvəzləmə apara bilərəm. Və buna əsasən mən yazıram 121 üstə gələk 201 üstə gələk 101 3 2 4 423 C variantı olacaq. 9-cu sual. 9-cu sualda deyir ki, bugün həftənin bazar günüdür. 200 gün sonra həftənin hansı gün olacaq? Uşaqlar, biz bilirik ki, həftədə 7 gün var. Növbəti 200 gündən sonra ki, həftənin gününü tapmaq üçün 200-ü 7-yə bölürsünüz. 207-yə bölündə 28 düşür, 4 qalıq qalır. Qalığa görə də biz günümüzü tapırıq. Yəni, bizə bazar günü demirmi ki, bugün bazar gündür. Bazar gündən sonra 4 gün sayırıq, o da gəlir cümə axşamına düşür. Əgər cümə yazılsaydı ki, bugün cümə gündür, 200 gün sonra hansı gündür? Cümədən başlayıb 4 gün sayırdıq. 10-cu sual ardıcıllıqdır. Çox çətin bir ardıcıllıq deyil. 8, 10, 14, 8 üzrə 2 gəlirsən, 4 gəlirsən, 8 gəlirsən. Hər dəfə üzərinə gəldiyimiz 2 dəfə artır. 16 gəlirsən, 32 gəlirsən, növbəti 64 gəlməlisən. 70-in üzərinə 64 gəlinə eləyəcək 134 C variantı. 11-ci sual. 11-ci sualda deyir ki, biraz çətin sualdır. Deyir, ən yüngül 34,5 kiloqram düyü 10 kisəyə elə dolduruldu ki, hər bir kisənin çəkisi özündən əvvəlki kisənin çəkisindən 100 qram yüngül oldu. Ən ağır kisənin çəkisi ən yüngül kisənin çəkisindən neçə faiz çoxdur? İndi baxın, ən yüngülümüz x-dir. Ən ağırımız 10 dənədirsə 0,9. Düzdürmü? Aha. Sonra deməli 0,1'i vururam 9'a, onu da vururam 10'a. Onda nə dax? Bölürəm 2'ye. Bərabər edəcək bu 4,5'e. Düzdürmü? 4,5 eləyirsə, indi mən yerinə yazım. 10x, 10 dənə çuvaldır. Üstə gəlirəm 4,5 bərabərdir 34,5 ümumi çəkiyə. Burada da 10x bərabərdir 30 eləyəcək. X da bərabərdir 3. X 3'dürsə yüngülü 3'dür. Ağırı da 3,9'dur. Düzdürmü? X üstə gələk 0,9'dur da burada. Və bunların faizini deyirsə 3,9'dan çıxıram 3'ünü, bölürəm 3'ə, vururam 100'ə. 9 bölü 3 30%. Yəni bunu tapmaq asandır. Bu şəkildə yazım. Faizi tapmaq istəsini TikTokda paylaşacağım başa düşmənlər. Oradan baxa bilər. 3,9 çıxar 3 bölü 3 vuraq. Bu deyiləcək 30%. 12-ci sual. 12-ci sualda əslində görürsən burada misalı. Baxın. Bu hissədə də cəm 33'dürsə bizə 11 verilirsə elə bil A plus N. Aynen N'in yerine 22 yazırsan.
BM hanı? BM. B ilə M'in yerinə 22 yazırsan. C ilə F'in yerinə 22 ve 22. 4 tane 22 var. Bu da bize 88 verir. Yani bakın diagonal üzrede 11 her yerde yazıldığına göre ona göre 33'ten 11 çıxıran bütün iki rəqəmin cəmi baxın C ilə N, B ilə M, A ilə F. Məsələn D ilə Y, A ilə N, F ilə C. Bu şekilde olduğuna göre biz bunu 11 verdiğine göre 22 götürüyor. Burada da 4 tane olduğuna göre böyle yazılır 2, 3, 4 tane olduğuna göre 88 bizim doğru cevabımız eləyəcək. Bütün izahları PDF izahda yazmışam. İnşallah da gündə bir dəfə də, gündə bir dənə də testimizin izahını sizlərlə çəkib paylaşacağım. İzlədiyinizə görə təşəkkürlər. Hər birinizə uğurlar.